komanda çıxacaq üstünüzə. Bu Kıvanç qardaşdır. Merhaba. Nətərsən Kıvanç? Hoş geldin, yaxşıdır. Kıvanç, Siz necəsiniz? Şobanın keyfiyyətini bizə təqdim edə bilərsən? Tabii. 76-cı ildən başlayıb bu işləri görmək. Maksimum 5 şirkət varsa biri mütləq Şobadır. 300.000 dollara gəlib hər hansısa bir ikinci şirkətini alacaqsınızsa, bunun yerinə siz gəlib Şoba keyfiyyətində mənzillərə sahib ola bilərsiniz. Deməli, Dubayda Şobanın layihəsini göstərəndən sonra hansı ki deyirlər ki, qardaş, 30.000 dollara Şoba olar Dubayda. Bu hardadır, Dubayın harasındadır, çox yazırdınız. Yəni düzdür, orada izah edirəm hesablamalarla, doğrudan da 30.000 dollar ilkin ödənişlə alırsınız. Ona görə bugün gəlmişik Dubayda Motor City'də Şoba inşaat şirkətinin, hansı ki o qarşınızda gördüyünüz inşaatının davam etdiyi ərazi var. Orada da bizim o gözəl qardaşlar orada işləyirlər. Komanda çıxacaq üstünüzə. Qaqa gəndən götür. Yəni iş gedir, iş dayanmır, maşınlar giriş çıxışlar, hərəkətdə hər şey. Yəni deyildi kimi 2027-ci ildə inşallah ki təhvil veriləcək layihə və Şoba bilirsiniz, yəni Dubayda əgər 5 dənə, yəni mənim bu 5 illik təcrübəmdə keyfiyyətinə garanti verəcəyim şirkət varsa, bunlardan biri Şobadır. Bu videoda indi bundan sonra Şobanın hansı ki sizə belə deyək, tikintiləri hansı materiallardan tikirlər, hansı texnikalardan istifadə edirlər, mənzillərin daxilində və çölündə, onları da sizə geniş izah eləyəcəm. Daha məni aydın başa düşəsiniz, nəyə görə Şobanın keyfiyyətinə belə əminəm. Sadəcə bu bölgə belə deyək, Şobanın öz Şoba Heartland, yəni bölgəsində kənarda tikdiyi ilk layihədir. Və burada belə deyək, kvadrat metr qiymətləri 1 milyon, yəni 55 kvadrat metrlik mənzil üçün təqribən 300.000 dollardır. Yəni təqribən 5500-6000 dollar civarı sport city üçün, motor city üçün ortalama qiymətlərdir. Sadəcə mənim sizə təklifim odur ki, yəni əgər bu ərazilərdə 300.000 dollara gəlib hər hansısa bir ikinci şirkətini alacaqsınızsa, bunun yerinə siz gəlib Şoba keyfiyyətində mənzillərə sahib ola bilərsiniz. Dediyim kimi, Motor City hazır bir ərazidir. Yəni Motor City'də məktəblər olsun, xəstəxanalar olsun, restoranlar olsun. İndi çıxaq buranı gəzməyə, mən sizə gəzə-gəzədə ən azı izah edeyim ki, yəni bura hazır bir bölgədir və bu bölgədə artıq yəni insanlar yaşayırlar. Ərazinin xəritədən də mən bura əlavə edəcəm. Yəni əksəriyyəti binalar və qarşısında belə deyək, yaşıllıqların olduğu bölgədir. Və buradan qabaqda qarşımızda gördüyümüz isə Dubayda race course, yəni maşınların belə deyək, yarış elədiyi böyük bir atodrom var. Bu qarşıda yerləşir, indi çönəndə inşallah ki görəsiniz. Qabaqda o sağda gördüyünüz yerdə otodrom yerləşir. Və bir də qeyd edelim ki, o binanın tam qarşısında, hansı indi bundan qabaq durduğumuz Şobanın tam qarşısında, yenə xəritdə burada əlavə edəcəm, metro stansiyası keçir 2028-ci ildə. Yəni layihə təhvil verilən 1 il sonra tam binanızın qarşısından metro xətti keçəcək. Yəni bu da xüsusən kira qiymətlərinə müsbət təsirini göstərəcək. Çünki adətən illik kiralayan şəxslər metroya yaxın olmağına üstünlük verirlər. Yəni nisbətən büdcələr az olduğu üçün şəxsi maşınlardan istifadə eləmirlər. Ona görə metro çox böyük həm dəyər artımı gətirir mənzilinizə, həm də kira gəlirinin artımına səbəb olur. Gördüyünüz kimi, yəni kiçik mərtəbəli, az mərtəbəli binalar və qarşısında yəni yaşıllıq əraziləri olan bir bölgədir. Çox böyük hündür mərtəbəli binalar yoxdur. Və binadan çıxanda da zəhmət olmasa yaxından göstər. Yəni buranın belə deyək, mol ərazisidir, mağazalardır, restoranlardır. Həm sağ, həm sol tərəfinizdə, yəni belə deyək, bütün asudə vaxtlarınızı çox rahat şəkildə keçirməyiniz üçün bütün imkanlar var. Dediyim kimi, məktəb, xəstəxana və belə bir, məsələn, burada First Avenue Mall gedir. Yəni mallunuz da burada yerləşir. Yəni Dubanın ən bilinən restoranları da bu bölgədədir. Və çox hündür mərtəbəli binalar olmadığına görə də
insanların sayı da nisbətən azdır. Çox sıxlıq da çox yox deyil. Burada spinislərdə binamız. Bu mənzərələr, yəni bu belə buradan belə davam edirik. Al Safadi restorandır. Bilinən bir restorandır. Sol tərəfimizdə Spinis marketləri var. O da yəni Dubayda belə deyək, marka marketdir. Yəni Bakıda o şey Port Bazar kimi düşünə bilərsiniz. Yəni motor city, sport city ilə əlaqədar əlavə videolara baxandan sonra da sizə Şobanın dediyim kimi hansı tikintidə istifadə elədiyi materialları, texnikaları, hansı səviyyədə olduğunu, hansı formada istifadə elədiyini görəcəyiniz digər videoya Şobanın baxa bilərsiniz. Experience-unu göstərir. Bu Kıvanç qardaşdır. Merhaba. Nətərsən Kıvanç? Hoş geldin, yaxşıdır. Kıvanç, Siz necəsiniz? Şobanın keyfiyyətini bizə təqdim edə bilərsən? Tabii. Hansı keyfiyyətdə tikirlər, hansı materiallardan istifadə edirlər? Tabii. Binaları hansı keyfiyyətdədir, bunu izah edir. Elə ki, divarı kəsiblər, burada izah edirlər də. Burada armatur işləmələri hansı səviyyədədir? Deməli, burada fasad sistemi. Çöldə izolyasiya və burada gördüyünüz həm yanğından qoruyan bir sistemdir, həm də səs sisteminə təsir eləyir. Burada armatur işləmələrin məsafəsi və qalınlığıdır. Burada isə belə deyək, döşəmə hissə hansı formada olur? Yəni burada gördüyünüz kimi döşəmənin alt hissəsində hər hansısa bir sızma hadisələri baş verirsə, burada boşluq olubdur və buradan dərhal axıntı öz yerini tapır. Yəni müdaxilə etmək üçün evi dağıtmağa ehtiyac yoxdur. Şoba bütün mənzillərində, bütün layihələrində gördüyünüz bu keyfiyyəti qoruyur. Yəni ona görə də yəni Dubayda 3, bəlkə 4 maksimum inşaat şirkətinin belə bir experience roomu var, hansı ki göstərir ki, biz hansı keyfiyyətli məhsulları hansı texnikada istifadə edirik tikintidə. Deməli, hamam otağında istifadə olunan materiallardır. Hansı ki, məsəl üçün, duşavoy kabinin arxa hissəsinə yenə vurulan örtüşlər. Yəni, burada gördüyünüz kimi 4 qatdan ibarətdir. Burada istifadə olunan materiallar yenə eyni vəziyyətdə. Yəni, keyfiyyətli inşaat şirkətdə isə əgər maksimum 5 şirkət varsa, biri mütləq Şobadır. Yəni, ən azından açıq-açıq izah edirlər ki, bizim keyfiyyətimiz hansı səviyyədədir və bu gördüyünüz keyfiyyəti siz inşaat şirkətindən də tələb eləyə bilərsiniz. Bu da Şobanın zavodudur. Burada göstərirlər. Yəni, bütün materialların hamısı Şoba inşaat şirkəti kimi eyni zamanda buradakı qapı, pəncərə və digər inşaatda istifadə olunan materialların 90%-ni özü istehsal edir. Yəni, özü istehsal edinə görə də keyfiyyətli formada istehsal edir. Bu bizim eyvanda olan qapının izolyasiya sistemidir. İndi orada bir daha sizə göstərəcəm. Yəni Şobanın yaşayış evlərində qapılar həqiqətən çox keyfiyyətli. Həm yəni Dubayda tozlu küləklər olduğu üçün qapının həm toz keçirtməməyi, həm də səs-küydən arınmağı üçün belə deyək, qalın olmağı, 2 qat şüşələr olmağı çox önəmlidir. Mənzillərdə istifadə olunan qapının nə qədər qalın olduğunu buradan görə bilərsiniz. Hansı ki, səs izolyasiyası Şobanın bütün layihələrində həm daxili qapılar, həm çöl qapılar, həm də eyvana açılan qapılar yüksək izolyasiya qabiliyyətinə malikdir. Dubayda gördüyünüz bu keyfiyyətdə layihələr təhvil verən bu inşaat şirkəti Şobanın göstərdiyim bu Dubay Motor City ərazisində hansı ki $30.000 ilk ödəniş verilir. $30.000 ödəniş edirsiniz, 2 il ərzində $90.000 ödəyirsiniz və sonda layihə təhvil veriləndə 60%, yəni təqribən $180.000 ya nağd şəkildə ödəyirsiniz, ya da bankdan kredit götürüb
6-7 il ərzində özünün, yəni kiradan gələn gəlirlə ödənişləri bitəcək bir formada Dubayda ev sahibi ola bilərsiniz. Yəni düşünürəm ki, ətraflı izah elədim layihənin detallarını. Əgər bu layihədən yer almaq istəyirsinizsə və yaxud da hər hansı bir sualınız varsa, aşağıda göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz. Zəhmət olmasa belə layihələrin davamını gəlmək üçün də YouTube səhifəmi izləməyi, paylaşmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.